Dəyərli və əziz, mehriban ikizlər bürcləri. İkizlər, mən sizləri salamlayıram. İlk öncə ad günlərinizi təbrik edirəm. Doğum günlərinizi, sizlərə can sağlığı arzu edirəm. Sizlərə uzun ömür, sağlıqlı, imkanlı, varlı həyat arzu edirəm. İkizlərə onu arzu edirəm ki, ürəyinizə, qəlbinizə nələr varsa, nə istəklər, arzular, hamısına nail olasınız. Keçid alaq bu ayki proqnoza. Bu ay söylediğim kimi mayın 1'i ve 31'i may dolu ay olacak. Bu da çok nadir hallarda olur ki bir ay ərzində 2 dənə dolu ay olsun. Dolu ay sizdə 6-cı evdədir. 6-cı ev işdir. İşgüzar görüşlər, 6-cı ev getmək, gəlmək yoldur. Qonaq qəbul edərsiniz, qonaqlar, daha doğrusu qonaq gedərsiniz, misafir, idmana yazıla bilərsiniz və yaxud harasa yəni qrafik şəklində hər gün gündəlik bura gedəcəm idman üçün və yaxud gedirəm tutalım bir istirahət üçün və yaxud qaçış, tenis, misal üçün bu kimi hərəkət çıxır. 4-ü Merkuridir. Merkuri elmdir, savaddır. Ola bilər kiminsə övladlarınız, nəvəniz məsələn və yaxud özünüz kursa yazılarsınız və yaxud elmlə, savadla əlaqədar yazı, pozu işləri, ola bilər işə girərsiniz yazı, pozu işinə. Və 6 mayda Plutondur. Pluton transformasiyadır. 6 maydan 16 oktyabra qədər retrograsiyadır. Bu ərəfələr ola bilər hansısa işlər dayansın, belə sizdə də. Mən pulu maddiyyatı demirəm. Hansısa işlər, məsəl üçün vəzifə ilə əlaqədar bir qədər gözləyərsiniz və yaxud ola bilər sizi vəzifəyə göndərməmişdən öncə sizi harasa kursa göndərərlər, çünki burada Merkuri də var. Və yaxud ola bilər ki, sizləri işgüzar görüşlərlə əlaqədar gidiş-gəliş edərsiniz, bir çox səfərlərə gedərsiniz və yaxud da ki, ola bilər ev dəyişərsiniz, məkan dəyişərsiniz, buna başınız qarışıq olar, sənədləşmə. Ola bilər kredit ödənişləri də ola bilər, hansısa sənəd işləri ilə əlaqədar, ya məhkəmə işi varsa bu məhkəmə işi uzanar, oktyabrdan sonraya qalar. 16 noyabrda yeni aydır. Yeni ayda adı üstündə yeni ay. Yeni nələrsə alarsınız və yaxud sizə yeni hədiyyələr alarlar və yaxud da ki yeni məkan dəyişərsiniz, yenə də sizə məkan dəyişimi çıxır. Ola bilsin yeni nəyəsə imza atarsınız. 18 may Merkuridir və 19 may Marsdır. Bu hər iki planetlər çox moşnu, böyük planetlərdir, ləngdir, amma çox moşnudur. Hərəkətdir, sizə hərəkətə gətirər. Tənbəllikdən biraz uzaq durarsınız. Ola bilər diyetaya başlayarsınız, ola bilər qrafika düşərsiniz, hansısa mərhələdə, məsələn yeməkdə və yaxud idman artırarsınız və yaxud hərəkət, piyada çox gezərsiniz. 20 mayda Veneradır. Venerada gözəllikdir, sağlamlıqdır, özünüzə. Bir ki, yeni batareya qoşulacaq sizə. Yeni energizer batareyası qoşulacaq və tez hərəkətdə olacaqsınız. Və söylədiyim kimi 31 mayda yenə də dolu aydır. Yenə də nələrinsə üstü açıla bilər, hansısa sizdən gizlədilən sirlər və yaxud bilmədiyiniz bir nəyisə bilərsiniz, məlumatlanarsınız. Heç vaxt etmədiyiniz nəyisə edərsiniz. Bax bu kimi. Dəyərli ikizlər.